Növbəti dərsimiz müəllimlər əlvan metallardan məftillər. Əlvan metallardan məftillər və mis məftildən asma bəzəyi necə hazırlanır, ona baxacağıq. Demək olar ki, müəllimlər 5-ci sinifdə biz məftilin hazırlanması haqqında ətraflı məlumat almışıq, öyrənmişik. Bu mövzuda isə biliklərimizi bir qədər zənginləşdirəcəyik. Məftilin bir neçə növü var. Onlar təkcə metalın növünə görə deyil, eyni zamanda diametrinə də görə fərqlənə bilirlər. Deməli, belə çıxır ki, həm növünə görə, həm də diametrinə görə fərqlənə bilir. Hər növ məftil rəngli rezin örtü ilə üzlənə bilir. Bəli, rəngli, eyni zamanda rezin örtü ilə üzlənə bilir. Məftil hansı əlvan metallardan hazırlanır? Hansı əlvan metallardan hazırlanır? Bura mən qeyd eləyəcəm, müəllimlər. Smal, sink, mis, alüminium, latun. Sink, mis, alüminium, latun. Smal. Məftil, bəli, burada da mis, alüminium, sink, latun. Yəni, smal olaraq daha yaxşı yadımızda saxlaya bilərik. Müxtəlif əlvan metallardan hazırlanır. Əlvan metallardan hazırlanan məftil növləri və onların xarakteristikası ilə burada tanış olaq. İlk öncə başlayırıq mis məftildən. Bəli, mis məftil şəkildə aydın görünməsə də, yəqin ki, həyatda görmüsünüz mis məftili qırmızımtıl narıncı rəngə malikdir. Qırmızımtıl narıncı rəngə. Qeyd eləyə bilərsiniz öz üçün mis məftil qırmızımtıl, qısa yəni açar sözlərini. Qırmızımtıl, narıncı. Vaxt keçdikcə oksidləşərək qaralır. Bəli, qaralır. Qaralır. Qırmızımtıl, narıncı rəngdədir, qaralır. Nazik mis məftil plastikdir və kövrəkdir. Plastik və kövrək. Kövrək. Bir yerdən bir neçə dəfə əyildikdən sonra qırıla bilir. Bəli, buna görə də plastik və kövrəkdir. Toxuma və hörmə işlərində mis məftildən istifadə etmək daha məqsədə uyğundur. Deməli, hansı işdə bizə daha yaxşı işimizə yarayır? Toxuma, hörmə işlərində. Bəli, mis məftildən istifadə etmək daha məqsədə uyğundur. Lakin onu nəzərdə saxlamaq lazımdır ki, mis məftildən olan məmulatlar formasını pis saxlayır. Bəli, formasını pis saxlayır. Asanlıqla deformasiyaya uğrayır, yəni əyilə bilir. Deməli, dedik ki, qırmızımtıl narıncı rəngdədir, tez qaralır, oksidləşir, qaralır, plastikdir, kövrəkdir. Toxuma, hörmə işlərində daha məqsədə uyğundur, formasını pis saxlayır, asanlıqla deformasiyaya uğrayır. Gəldik əsas məqama müəllimlər. Mis məftildən hazırlanan dekorativ işlərdə diametr, hansı ki, məftilin diametri 0,1 mm olan məftillərdən istifadə olunur. Deməli, mis məftillər 0,1 mm olan məftillərdən istifadə olunur. Növbəti alüminium məftilə baxaq. Gümüşü ağ rəngdədir. Qeyd eləyə bilərsiniz öz üçün. Alüminium gümüşü ağ rəngdədir. Parıltısı yoxdur və qaralmır. Qaralan hansı idi? Mis məftili idi. Kifayət qədər yumuşaqdır. Bəs mis məftil necə idi? Plastik idi, bir də kövrək idi. Alüminium məftili isə yumuşaqdır. Bu məftil müxtəlif işlərdə istifadə etmək üçün çox əlverişlidir. Alətin köməyi olmadan asanlıqla əyilir və çəkiclə yaxşı yastılanır. Deməli, asanlıqla əyilir, çəkiclə yaxşı yastılanır. Alüminium məftillə dekorativ işlər yerinə yetirərkən diametri 1,5-2 mm olan məftil seçmək məqsədə uyğundur. Deməli, 1,5 2 alüminium, mis 0,3 1 mm, alüminium 1,5 2 mm, mis 0,1 mm. Latun məftil parıltılı qızıl rəngdədir. Parıltılı qızıl rəngdədir. Zaman keçdikcə qaralır. Misin demək olar ki, rəfiqəsi latun. Mis də qaralır daxı. Latun da qaralır. Latun məftil korroziyaya davamlı
möhkəm, plastikdir. Bəs mis necə idi? Plastik idi. Möhkəmliyi necə idi müəllimlər? Plastikdir, çövrəkdir. Baxın, diqqətlə baxın, plastik və çövrəkdir. Amma laton isə plastikdir. Plastikdir, möhkəmdir. Ondan kiçik dekorativ elementlərin hazırlanmasında istifadə olunur. Təbii rəngini saxlamaq məqsədi ilə məmulat şəffaf metal lak ilə örtülür. Bəli, şəffaf lakla örtsək, istədiyimiz qədər öz rəngini saxlaya bilər. Dekorativ işlərdə diametri 1 mm olan laton məftildən istifadə olunur. Bəli, qeyd edirəm burada müəllimlər. Laton 1, mis 1, 0,3, alüminium. Unutmuşdum hansını öyrəndik. Alüminium 1,5, 2. Bəli, 1,5, 2 millimetr olan məftildən istifadə olunur. Bəli, laton. O qədər səliqəsiz yazdım ki, müəllimlər. Laton 1 mm, mis 1, 0,3, alüminium 2, 1,5, 2 mm. Deməli, qaralırdı mı? Bəli, qaralırdı. Nə rəngdə idi? Parıltılı qızıl rəngdə. Möhkəm idi mi? Bəli, möhkəmdir, koroziyaya davamlıdır və plastikdir. Dekorativ elementlərin hazırlanmasında istifadə olunur. Şəffaf metal lakı ilə örtsək, daha yaxşı rəngini saxlaya bilər. Sink məftil müəllimlər. Sink məftil mavi çalarlı, gümüşü rəngdədir. Bəli, baxın müəllimlər, şəkildə tam da aydın düşməyib. Mavi çalarlı, gümüşü rəngdədir. Parıltısı yoxdur. Alüminiuma baxaq müəllimlər. Alüminiumda da parıltısı yox idi. Alüminiumla da sink məftil rəfiqədir, belə deyək. Möhkəmdir, kifayət qədər elastikdir. Bəli, elastikdir. Plastik olanlar hansılar idi müəllimlər? Laton məftili idi, plastik olan bir də mis məftili idi. Bəli, plastikdir, çövrəkdir. Bəli, bunları müqayisəli şəkildə göstərirəm ki, daha yaxşı yadda saxlayasınız. Alət möhkəm və kifayət qədər elastikdir. Alətin köməyi ilə asanlıqla əyilir. Dekorativ işlərdə diametri 0,4, 0,6, 1 və ya 2 mm olan sink məftildən istifadə olunur. Bəli, yenə ardıcıllıqla yazacağım. Müəllimlər göz yaddaşı sink, laton, mis, bir də alüminium. Bəli, sink məftillər nə qədər idi bunların diametri? 0,4, 0,6, 1, 2 mm. Laton 1 mm. Mis 1, 0,3. Alüminium 1,5, 2 mm. Bəli, müəllimlər, bunların diametri bu qədərdir. Ən çox çaşdığımız hissələr bunlardır. Bunlara da diqqətlə baxın. Rəngli örtüyü olan nəbatatlı məftillər, müəllimlər, diqqətli olaq. Rəngli örtüyü olan nəbatatlı məftillər. Yuxarıda sadalananlardan da nazik məftildir. Bəli, nazik, hansı ki, bayaqdan sadalayırdıq, onlardan da nazikdir. Dekorativ məqsədlər üçün istifadə olunur. Bu məftil həcmli kütlə yaratmaq üçün yaxşı burulur. Həcmli kütlə üçün. Ondan kiçik muncuq, balıq qulağı və s. kimi kiçik ölçülü bəzək elementləri asmaq olar. Məftildən hazırlanacaq məmulatlar üçün dekorativ elementlər təbii materiallardan seçilsə, məmulatlar necə görünür? Zərif və bir də yaraşıqlı. Müxtəlif ölçülü, rəngli şüşə muncuq, balıq qulağı, ipək qotazlar və s. təbii bəzək elementləri hazırlanan dekorativ əşyanı arzu olunan edir. Bəli, hansı ki, balıq qulağı, muncuqlar, qotazlar, dediyi ki, dekorativ əşyanı arzu olunan edir. Məftil ilə iş zamanı nədən istifadə edirik? Yastağız şəlbətindən, girdağız şəlbətindən, itağız şəlbətindən, çəkicdən, yeyədən istifadə edirik. Deməli, şəlbətinin 3 növü var burada. Yastağız, girdağız, bir də itağız şəlbətindən. Çəkic, bir də yeyə. Yəni, ümumiləşdirsək, iş zamanı kəlbətin, çəkic, yeyədən istifadə edirik. Qeyd etmək lazımdır ki, bu işdə tələb olunan
Əsas iş məftili düzgün vurmaqdır. Bəli, məftili düzgün vurmaq. Asma bəzəyin hazırlanmasına baxaq müəllimlər. Asma bəzəyi hazırlamaq üçün bu resurslar tələb olunur. Diametri 1 mm olan mis məftil. Bəli, məftil götürdük. Diametri 1 mm. İri balıq qulağı. Bəli, balıq qulağı. Mis məftil. Bax, qeyd edirəm burada mis məftil. Balıq qulağı. Sonra şüşə muncuqlar. 3. Şüşə muncuqlar. Qırmızı rəngli ipək qotazlar. Bəli, 3 dənə qotazımız var. Qotazlar. Ağ rəngli qalın sap. Bəli, saplarımız buradadır. Girdağız şərbətin, dril, kiçik diametrli burğu, bir də çəkic. Bəli, resurslarımız bunlardır. Hansı ki, məftildir, balıq qulağıdır, şüşə muncuqdur, qotazlardır, sapdır. İşləmək üçün bizə şərbətin, dril, kiçik diametrli burğu, çəkic lazımdır. Gəlin mərhələlərə müəllimlər diqqətlə baxaq. Bu mərhələlərə də ola bilsin ki, testdə bizə düşmüş olsun. Ola bilsin ki, yox, yəqin ki, düşər. Mərhələlər üzrə asma bəzəyinin hazırlanma texnologiyası. Kiçik mis məftil parçası kəsin. Deməli, baxın, kiçik mis məftil parçası kəsib, onun mərkəzini tapmaq lazımdır. Bəli, 2 yerə qatlayanda mərkəzini tapmaq olur. Məftili elə əyin ki, ilgək alınsın. Bəli, elə əymək lazımdır ki, bəli. İkinci addım nədir müəllimlər? Birinci addım mərkəzini tapırıq. Bunu qeyd edeyim ki, özü üçün. Məftil parçası kəsdik, mərkəzini tapdıq. İkinci, məftilin uclarından tutub bir-birinə əks istiqamətdə aralayın. Bəli, uclarından tutub bir-birinə əks istiqamətdə aralayırıq. Bu zaman ortada kiçik ilgək yaranmalıdır. Bəli, elə eləməliyik ki, ortada kiçik ilgək yaransın. Kiçik ilgək yaratmalıyıq. İkinci addım. Üçüncü addım, bir əlinizlə ilgəyi möhkəm tutun. O bir əlinizlə məftilin uclarından tutaraq onları müxtəlif istiqamətlərdə aralayın. İlgəyi səliqə ilə çevirin və məftili eşin. Bəli, eşmək nədir müəllimlər? Biz hansı ki ilgəyi səliqə ilə çeviririk və vurulmuş vəziyyətdə, baxın. Bir əlinizlə ilgəyi möhkəm tutun, o bir əlinizlə məftilin uclarından tutaraq, bəli, məftilin uclarından tutaraq, bəli, bir əlimizdən ilgəkdir, bir əlimizdən ucları tutduq. Onları müxtəlif istiqamətlərdə araladıq. Bəli, birin bu istiqamətdə, birin bu istiqamətdə və ilgəyi səliqə ilə çevirin, məftili eşin. Dördüncü addım nədir müəllimlər? Kiçik bir hissəni burun. Buruğun bərabər ölçülü olması üçün onu yoxlayın, düzəldin və məftilin uclarını müxtəlif tərəflərə ayırın. Bəli, neynədir müəllimlər? Dördüncü addımda məftili burdu. Sonra girdə ağız şərbətinlə məftilin ucunu sıxın və vurun. Baxın, məftilin kənarlarını vurur. Altıncı addımda məftilin vurulmuş ucunu halqa alınana qədər yavaş-yavaş əyin. Baxın, bu şəkil alınacaq. Baxın, bu hissəsi. Növbəti addım müəllimlər. Məftilin əvvəlcə bir ucunu əl ilə səlqə ilə üzüyün ətrafında eşin. Məftilin ikinci ucunu da 2 burun dolayın və sonra eyni qaydada eşin. 8-də nədir müəllimlər? Alınan pəstahı çəkiclə yaslayın. Bəli, hansı ki, burada biraz qabarıq hissələr var. Qabarıq hissələri çəkiclə yaslayırıq. Daha sonra 8-ə kimi məftillə iş apardıq. 8-dən o yana başlayırıq balıq qulağında iş aparmağa. Dril vasitəsilə balıq qulağının üst hissəsində 2, baxın üst hissəsində 2, alt hissəsində 3 simmetrik kiçik ölçülü deşik açın. Üstdə 2 dənə, altda isə 3 dənə deşik açdıq. Açılmış deşiklərə ağ sap keçiririk. Balıq qulağının alt kənarındakı deşiklərinə 2 ədəd mavi rəngli, kiçik, şüşə göz muncuğu asın. Bəli, bizə neçə göz muncuğu lazım oldu? 2. 3 deşik açdıq. Balıq qulağının aşağı hissəsində 2-sinə muncuq saldıq, birinə də qotaz salacağıq.
Balıq qulağının üst deşiklərində olan sapları məftilin burulmuş uclarını bağlayın. Bəli, məftilin hansı ki burulmuş uclarını bağlayırıq yuxarıya. 12-də məftildəki halqalara və balıq qulağının aşağı orta deşiyinə qırmızı rəngli qotas bağlayın. Bəli, həm bu hissəsinə, həm də ki burulmuş hissəsinə qotas bağlayırıq. Bəli, müəllimlər, hansı ki bizim ardıcıllıq bundan ibarətdir. Elə bilirəm ki, çətin mövzu deyildi. Məftillə iş zamanı təhlükəsizlik qaydaları. Sol əlinizi məftilin əyilən yerinə yaxın tutmayın. Ancaq saz alətlə işləyin. Məftili kəsdikdə onun üzünüzə yaxın tutmayın. İşləyən adamın arxasında dayanmayın və arxanızda kimsə olduqda işləməyin. Belə müəllimlər, mövzumuz bu qədər. Ümidvaram ki, izah xoşunuza gəldi. Özünüz üçün qeydlər götürün və bunu test üzərində möhkəmləndirin biliklərinizi. Belə müəllimlər, sağ olun, növbəti dərs görüşənədək.